əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, miq və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün ədəbi dilin normaları ilə bağlı 3-cü video izahı təqdim edirəm. İzahı keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, əgər sizlər kanalımıza yerləşdirilən fonetik norma və leksik normanın dərs izahına baxmamısınızsa, bu izahdan öncə həmin izahlara baxmağı tövsiyə edirəm. Yaxşı, gəlin görək, ədəbi dilin 3-cü norması olan qrammatik norma nədir? Qrammatik norma haqqında ümumi məlumatı geniş şəkildə sizlərə təqdim edəcəm. Yəni testlərdə, miq və sertifikasiyada qarşımıza nə tip sual çıxa bilər, onun hamısına toxunacam. Amma gəlin əvvəlcə mübtəda və xəbərin bir kəmiyyətə görə uzlaşmasına baxaq. Bir də qrammatik normanın mübtəda və xəbər arasında qorunub qorunmadığına baxaq. Kəmiyyətə görə uzlaşma belədir ki, əgər mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Baxın, desək ki, hansı variantda kəmiyyətə görə uzlaşma gözlənilibdir. Görün, hansı variantda mübtəda cəmdirsə, xəbər də cəmdir. Hansı variantda mübtəda təkdirsə, xəbər də təkdir. Bax, bu zaman nə olacaq? Kəmiyyətə görə uzlaşma pozulmayacaq. Məsələn, deyirəm ki, quşlar uçurlar. Quşlar nədədir? Cəmdədir. Uçurlar. Nə oldu? Cəmdə oldu. Burada kəmiyyətə görə uzlaşma pozulmadı. Bir də deyirəm, quşlar uçur. Quşlar təkdədir, uçur da təkdədir. Gördünüz, mübtəda da təkdədir, xəbər də təkdədir. Bax, bu zamanda kəmiyyətə görə uzlaşma pozulmayıbdır. Müəllimlər, yadda saxlamaq lazımdır ki, mübtəda və xəbərin kəmiyyətə görə uzlaşmasında burada canlı, cansız, insan anlayışı yoxdur. Həmin o anlayışları, fərqləri biz qrammatik normada görəcəyik. Yəni, bizdən kəmiyyətə görə uzlaşmanın tələbi budur ki, əgər xəbər cəmdədirsə, mübtəda da cəmdə olsun. Əgər mübtəda təkdədirsə, xəbər də təkdə olsun. Ən rahatıdır. Yəni, biz mübtəda ilə xəbərin cəmdə və təkdə olub olmadığına görə nə edirik? Kəmiyyətə görə uzlaşmanın gözlənilib, gözlənilmədiyini, belə deyim ki, izləmiş oluruq. Məsələn, deyir ki, quş uçurlar. Burada xəbər gördük ki, cəmdədir. Amma mübtəda təkdədir. Burada kəmiyyətə görə uzlaşma var, yoxdur. Çünki quşlar uçurlar desə, bəli, quşlar da cəmdə olardı. Gördük ki, mübtəda cəmdədir. Uçurlar, gördük ki, xəbər də cəmdədir. Hər ikisi cəm olduğuna görə kəmiyyətə görə uzlaşma pozulmadı. Və yaxud quş uçur. Quş da təkdədir, uçur da təkdədir, mübtəda da xəbər də təkdədirsə, kəmiyyətə görə uzlaşma pozulmadı. Kəmiyyətə görə uzlaşma bu qədər. Bəs yaxşı, gəlin görək, bəs qrammatik normanın tələbi necədir? Baxırıq ki, qrammatik normanın tələbi fərqlidir. Qrammatik normada insan anlayışı var, bir digər canlılar anlayışı var, bir də cansız əşyaların anlayışı var. İnsan anlayışı belədir. Məsələn, deyirəm ki, müəllimlər, baxın, müəllimlər nədə oldu? Gəlin, bura yazaq, oldu cəmdə. Gəlirlər, xəbər də nədə oldu? Oldu cəmdə. Gördük ki, insan anlayışında mübtəda əgər cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Və buna görə də gördünüz, yazıb ki, qrammatik norma pozulmayıbdır. Necə ki, bayaqları dedik ki, kəmiyyətə görə uzlaşmada əgər mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. İndi insan anlayışında qrammatik normanın tələbi budur ki, əgər cəmdədirsə, cəmdədir, təkdədirsə, təkdədir. Yəni, müəllimlər cəmdədir, gəlirlər cəmdə də olmalıdır. Bu zaman nə kəmiyyətə görə uzlaşma pozulmadı, çünki mübtəda da cəmdə oldu, xəbər də cəmdə oldu. Nə də qrammatik norma pozulmadı, çünki insan anlayışı bildirəndə xəbərlə mübtəda bir-birindən asılıdır. Biri təkdədirsə, o birisi də təkdə olmalıdır. Biri cəmdədirsə, o birisi də cəmdə olmalıdır. Bu, insan anlayışına aid oldu. Yaxşı, bir də var digər canlıların anlayışı. Digər canlıların anlayışı deyəndə,
Bura nələr daxildir? Üzr istəyirəm, bir, heyvanlar daxildir. Əziz müəllimlər, qeydlər götürün. Bir də bura quşlar daxildir. Yəni, bura yarpaqlar, bitkilər, ağaclar daxil deyil. Biologiyaya görə onlar canlı hesab olunsa da, ağaclar, bitkilər, amma yadda saxlamaq lazımdır ki, Azərbaycan dili qrammatikasına görə onlar cansız sayılır. Yəni, heyvanlarla quşlar digər canlılar adlanır. İnsan anlayışı, məsələn, müəllim, həkim, Əli, Zəhra, bunlar insan anlayışıdır. Amma digər canlı anlayışı deyəndə, bura yenə üzr istəyirəm ifadəmə görə bir heyvanlar daxildir, bir də quşlar daxildir. Yəni, digər o bitkilər, ağaclar, yarpaqlar bura daxil deyil. İndi yaxşı, gəlin görək, bəs digər canlıların anlayışı necə idi? Məsələn, deyir, qoyunlar otlayırlar. Gördük ki, qoyunlar cəmdədir, otlayırlar nə oldu? Cəmdə oldu. Qoyunlar otlayırlar. İndi burada yadda saxlamaq lazımdır ki, əziz müəllimlərimiz, qoyunlar otlayırlar desə də, qoyunlar otlayır desə də, yenə də qrammatik norma pozulmayıbdır. Yəni, digər canlılar ki var, heyvanlar ki var, heyvanlarda gəlin belə yazaq. Deməli, təkdə də ola bilər, cəmdə də ola bilər. Yəni, heyvanlarda belədir ki, mübtəda cəmdə olub, xəbər təkdə də ola bilər. Mübtəda cəmdə olub, xəbər cəmdə də ola bilər. Yəni, bu anlayış heyvanlarda pozulur. Qoyunlar otlayırlar da deyə bilərəm, qoyunlar otlayır da deyə bilərəm. Bu zaman qrammatik norma pozulmamış hesab olunacaq. İnsanlarda fərqlidir, bəli. İnsanlarda bir də təkrar edirəm ki, tam yadınızda qalsın. İnsanlarda dedik ki, yəni söhbət əgər həkimdən, müəllimdən, dənizçidən gedirsə, dedik ki, mübtəda cəmdədirsə, xəbər də nə olmalıdır? Cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Bu nəyə aiddir? Bu insan anlayışına aiddir. Hə, gəldik digər canlılara. Bir daha nəzərinizə çatdırım ki, digər canlılar deyəndə bura nələr daxildir? Heyvanlar daxildir, bir də quşlar daxildir. Bitkilər, ağaclar, yarpaqlar, bunlar daxil deyil. Yaxşımı? İndi digər canlılarda da belə idi ki, yəni heyvanlarla quşlarda mübtəda əgər cəmdədirsə, xəbər cəmdə də ola bilər. Eyni zamanda mübtəda əgər cəmdədirsə, xəbər təkdə də ola bilər. Yəni, qoyunlar otlayırlar, qoyunlar otlayır. Gördük ki, hər ikisində yazıb ki, qrammatik norma pozulmayıbdır. Amma, qoyunlar otlayırlar deyəndə kəmiyyətə görə uzlaşma pozulmayıb, ona görə ikisi də cəmdədir. Amma, deməli, qoyunlar otlayır deyəndə kəmiyyətə görə uzlaşma pozulur, amma qrammatik norma pozulmur. Bir də izah edirəm, mən biraz belə deyim ki, bu mövzularda həssasam, istəyirəm ki, hamınız tam yaxşı başa düşün. Kəmiyyətə görə uzlaşma rahat idi. Bir də deyirəm, mübtəda cəm idisə, xəbər cəmdə olurdu. Mübtəda tək idisə, xəbər təkdə olurdu. Yəni, kəmiyyətə görə uzlaşma rahatdır. Amma qrammatik normanın uzlaşmasında biraz diqqətli olmaq lazımdır ki, söhbət nədən gedir? Heyvanlardan gedir, quşlardan gedir, insanlardan gedir, yoxsa cansızlardan gedir. Ola bilər ki, deyirəm, qoyunlar otlayır. Burada norma pozuntusu yoxdur. Qrammatik norma gözlənilib. Çünki qrammatik norma deyir ki, əgər heyvanlardan söhbət gedirsə, mübtəda cəmdə olanda xəbər təkdə ola bilər. Amma burada kəmiyyətə görə uzlaşma pozulubdur. Çünki kəmiyyətə görə uzlaşma deyir ki, mən əgər cəməmsə, mənim yanımdakı xəbərim də cəm olsun. Burada da baxırıq, biri cəmdir, biri təkdir. Deməli, qrammatik norma gözlənilib, kəmiyyətə görə uzlaşma pozulubdur. Qeyd edeyim ki, mən burada danışıram sxem üzərində. Bu sxemi skrin eləyib, yəni ekran şəklini çəkib telefonunuzda saxlaya da bilərsiniz. Sonra bir də var cansız əşyalar. Cansız əşyalar deyəndə burada biz ağacı da götürə bilərik, bitkiləri də götürə bilərik, şüşəni də, telefonu da götürə bilərik. Məsələn, deyirəm ki, indi diqqətli olmaq lazımdır. Şüşələr sındı. Baxın, cansız əşyalarda belədir. Əgər mübtəda
cəmdədirsə, xəbər nə olmalıdır? Xəbər təkdə olmalıdır. Yəni, burada tərsinədir. Burada mübtəda cəmdədirsə, xəbər nədə olmalıdır? Təkdə olmalıdır. Şüşələr sındılar desək, şüşələr sındılar. Burada kəmiyyətə görə uzlaşma qorunubdur, pozulmayıb. Çünki şüşələr də cəmdədir, sındılar da cəmdədir. Axı dedi, kəmiyyətə görə uzlaşma belə idi ki, hər iki tərəf cəmdə olmalıdır. Amma qrammatik norma pozulubdur. Çünki şüşələr cansızdır, cəmdədir. Cansızların da xəbəri nədə olmalıdır? Təkdə olmalıdır. Bax belə. Yəni müəllimlər, siz birinci növbədə başa düşün ki, qrammatik normanın qorunması mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşmadan asılı deyil. Kəmiyyətə görə uzlaşma deyir ki, xəbərim təkdədirsə, mübtədam da təkdə olsun. Xəbərim cəmdədirsə, mübtədam da cəmdə olsun. Amma qrammatik norma bunu demir. Qrammatik norma bölür. Baxın, insan anlayışı varsa, digər canlıların anlayışı varsa, cansız əşyaların anlayışı varsa, burada pozulma olacaq. Bir də müəllimlər, nəyə diqqət yetirmək lazımdır? Mübtəda bəzən söz birləşmələri ilə də ifadə oluna bilər. Deyirəm ki, uşaqların hamısı nə olacaq? Baxın, gəldilər olmayacaq. Uşaqların hamısı nə olacaq? Gəldi olacaq. İndi siz sual verəcəksiniz ki, müəllim, burada mübtədada, yəni uşaqların sözündə biz larləri görürük. Niyə bəs burada gəldilər deyə götürmədik? Yadda saxlamaq lazımdır ki, mübtədalar söz birləşməsi ilə ifadə olunanda onların biz aslı tərəfinə, üzr istəyirəm, yəni biz onların əsas tərəfinə baxırıq. Yəni ikinci tərəfə baxırıq. İkinci tərəfdə də gördük ki, nə var? Deməli, ikinci tərəfimiz olacaq təkdə. Deməli, uşaqların hamısı təkdədirsə, gəldi də nə olmalıdır? Təkdə olmalıdır. Yaxşımı? Yəni, burada söz birləşməsi ilə ifadə olunan mübtədalarda ikinci tərəfə əsasən müəyyən edilir. Birinci tərəfdəki larlərə əsasən yox. İkinci tərəf təkdədirsə, xəbər də təkdə olmalıdır. Bu oldu bizim kəmiyyətə görə uzlaşmamız və qrammatik normanın qorunması anlayışı. Yaxşı, bəs qrammatik norma qarşımıza başqa cür necə çıxa bilər? Diqqətli olmaq lazımdır. Biz demişdik ki, şəkilçilərə diqqət yetirmək lazımdır. İsimlərin üzərinə artırılan qrammatik şəkilçilərin ardıcıllığı belədir. Cəm, mənsubiyyət, hal, xəbərlik. Yəni, cəmiyyət mənim halımdan xəbərsizdir. Demişdim ki, bu 4 dənə qrammatik şəkilçinin adların, yəni isimlərin, sifətlərin, sayların üzərinə artırılma ardıcılığı belədir. Birinci cəm gəlir, sonra mənsubiyyət gəlir, daha sonra hal gəlir, ən sonda xəbərlik gəlir. Əgər bunların birinin yeri dəyişdirilsə, bu zaman ədəbi dilin qrammatik norması pozulmuş olacaq. Sonra deyirəm, uşaqlar dərslərini yaxşı oxuyarlardı. Burada hansı norma pozulub? Yenə qrammatik norma pozulub. Biz dedik ki, idinin qısaldılmış forması olan d şəkilsi nədən öncə gəlir? Larlərdən öncə gəlir. Uşaqlar dərslərini yaxşı oxuyurdular olmalıdır. Yaxşımı? Yəni, oxuyarlardı yox. Burada lar şəkilsi nə olmalıydı? D-dan sonra olmalıydı. Əgər olmasa, deməli, ədəbi dilin qrammatik norması pozulmuş olacaq. Sonra biz nədən danışmışdıq? Müəyyən miqdar saylarından danışmışdıq. Müəyyən miqdar saylarından, yəni məsələn 2, özündən sonra gələn isim nədə olmalıydı? Hökmən və hökmən təkdə olmalıydı. 2 kitab. Əgər 2 kitablar şəklində olsa, ədəbi dilin qrammatik norması pozulmuş olacaq. Bu öz yerində. Yaxşı, bəs bunun istisnası var. Əgər 1000 illər, əgər 100
illər desə, sual ortalığa çıxır ki, bəs 1000-lə 100 müəyyən miqdar saydı. Özündən sonra cəmdə olan isim gəlibdi. Bəs bu zaman norma pozulacaq? Xeyr, pozulmayacaq. 1000 illər, 100 illər zaman məzmunlu olduğuna görə burada qrammatik normanın pozulması yoxdur. Amma 1000 kitablarda isə bəli, müəyyən miqdar sayından sonra gələn isimlər hökmən nədə olmalıdır? Təkdə olmalıdır. Sonra saylardan danışmışkən dedik ki, bir sıra eyni zamanda bir çox saylarından sonra gələn isimlər hökmən nədə olmalıdır? Cəmdə olmalıdır. Əgər bir sıra fikir, bir çox fikir desək, ədəbi dilin qrammatik normasını pozmuş olarıq. Çünki bunlardan sonra gələnlər hökmən nədə olmalıdır? Cəmdə olmalıdır. Sonra nəyə diqqət yetiririk? Şirin-şirin sifəti var, hündür-hündür sifəti var, uca-uca sifəti var, geniş-geniş sifəti var. Bu sifətlərin aid olduğu isimlər hökmən nədə olmalıdır? Cəmdə olmalıdır. Yəni şirin, şirin, qənd desək, ədəbi dilin qrammatik normasını pozmuş olarıq. Bu sifətlərdən sonra gələn isimlər hökmən cəmdə olmalıdır. Sonra bir də nəyə diqqət yetiririk əziz müəllimlərimiz? Əgər cümlədə nə inkar bağlayıcısı varsa, bu cümlənin xəbəri hökmən nə olmalıdır? Təsdiqdə olmalıdır. Məsələn, deyirəm, Zəhra nə yazmır, nə oxumur. Əgər bu cümlədə nə varsa, burada yazmır, oxumur, inkarlıq şəkilsinin işlənməsi ədəbi dilin qrammatik normasını pozmuş deməkdir. Yəni qısası nə olmalıdır? Zəhra nə yazır, nə oxuyur. Nə inkarlıq bağlayıcısı olan cümlədə deməli feil nədə olmalıdır? Hökmən təsdiqdə olmalıdır. Sonuncu olaraq da gəlin nəyə baxaq müəllimlər? Cümlə üzvlərinin ardıcıllığına baxaq. Biz bilirik ki, cümlədə birinci mübtəda gəlir, mübtədadan sonra tamamlıq gəlir, sonra zərflik gəlir, daha sonra xəbər gəlir. Yaxşı, ortaya çıxır ki, təyin isə təyin etdiyi ismin əvvəlində işlənir. Ola bilər ki, mübtədadan da əvvəl işlənir. Əgər bu ardıcıllığımız yoxdursa, yenə də inversiya var və bu da ədəbi dilin qrammatik normasını pozmuş deməkdir. Əziz müəllimlər, izahımız bu qədər. Ümidvaram ki, azacıq da olsa sizlərin imtahanda uğur qazanması üçün faydamız var. Qeyd edim ki, yaxın günlərdə inşallah ki, aprel sürət qrupuna qeydiyyat başlayacaq. Daha doğrusu başlayıb və yaxın günlərdə inşallah ki, qruplarımızla dərsə başlayacağıq. Siz də əgər MİQ və sertifikasiyaya qədər həftənin 6 günü Zoom üzərindən canlı şəkildə sual cavablarda iştirak etmək, canlı şəkildə testlər işləmək, mətnlər işləmək, bir sözlə ibtidai sinif müəllimi olaraq imtahana filoloq səviyyəsində hazır olmaq istəyirsinizsə, Azərbaycan dili qruplarımıza qoşula bilərsiniz. Qruplarımızın üstünlüyünü bilirsiniz. Eyni zamanda qeyd edim ki, TikTok, Facebook və belə deyim ki, Instagram səhifəmizə də daxil olub müəllimlərimizin, qrupumuzda olan müdavimlərimizin fikirlərini, onların əvvəlki illərdə göstərdikləri nəticələri həmin o səhifələrdən izləyib tanış ola bilərsiniz. Qeydiyyatdan keçmək üçün 050 505 1246 nömrəsini WhatsApp-na yazırsınız. Dərslər haqqında yenə də ətraflı məlumat alıb qeydiyyatdan keçirsiniz. Sağ olun.